Çox vaxt idmana başlayanda hədəfimiz tərəzidəki rəqəmi azaltmaq olur. Amma əslində rəqəmdən daha önəmli bir göstərici var. Bədən yağ faizi. Bədən yağ faizi ümumi çəkimizin neçə kiloqramın yağdan ibarət olduğunu göstərir. Məsələn, mən hazırda 90 kiloqram çəkidəyəm və yağ faizim 16%-dir. Bu o deməkdir ki, çəkimin təxminən 14,4 kiloqramı yağdır. Qalan hissə isə əzələ, sümük və sudur. Bəs bunu evdə necə hesablamaq olar? Ən bəsit və elmi cəhətdən qəbul edilmiş üsul ABŞ dəniz qüvvələri metodudur. Bunun üçün bizə sadəcə bir metra lazımdır. 1. Boyumuzu ölçürük. 2. Boyun nahiyəmizin çevrəsini ölçürük. 3. Qarın nahiyəmizin, yəni göbək səviyyəsində çevrəsini ölçürük. Bu rəqəmləri internetdəki United States Navy Body Fat Calculator saytlarına daxil edərək təxmini yağ faizimizi öyrənə bilərik. Bundan əlavə kaliper adlı kiçik alətlə dərialtı yağ qatını ölçmək ev şəraitində mümkündür. Bəs ideal rəqəm nədir? İdeal yağ faizi çəkiyə görə deyil, yaş və cinsiyyətə görə dəyişir. Kişilər üçün 15-20% arası ən sağlam və atletik görünüşdür. 25%-dən yuxarı rəqəmlər artıq çəki hesab olunur. Qadınlar üçün hormonal quruluş səbəbindən 20-25% arası ideal, 30%-dən yuxarı isə artıq çəki sayılır. Yadda saxlayın, eyni çəkidə olan hər iki insandan biri yağlı, digəri isə əzəlli görünə bilər. Çünki əzələ yağdan daha sıxdır və daha az yer tutur. Odur ki, tərəzidəki rəqəmi yox, bədəninizin kompozisiyasını dəyişməyə fokuslanın. Gələn görüşlərə dək elmlə qalın.